Hər kəsə salam əziz abituriyentlər. Bu gün sizlərlə bərabər natural ədədlər bölməsinə aid qaydaların izahına baxacağıq və daha sonra, yəni növbəti videomuzda həmin bu qayda izahına uyğun tapşırıqların da izahına yenə bir yerdə baxacağıq. Gəlin keçək qaydamıza. Deməli, ilk bölməmiz natural ədədlərdir. Mən təbii ki, birinci bilməliyəm natural ədəd nə deməkdir. Natural ədəd sayarkən istifadə etdiyimiz ədədlərdir. Məsələn, baxın, mənim əlimdə neçə dənə marker var? 1, 2, 3. Yəni, mən bunları sayanda nələrdən istifadə edirəmsə, onlar adlanır natural ədədlər. İndi onu bir də yazmıram bura. Sayanda istifadə etdiyimiz ədədlər natural ədədlərdir. Yaxşı, bəs ən kiçik natural ədəd hansıdır? 1-dir. Niyə 1-dir? Yaxşı, ən kiçik natural ədəd niyə 1-dir? Çünki mən sayanda 1-dən başlayıram. Ona görə 1 ən kiçik nədir? Natural ədəddir. Natural ədədləri n-lə işarə edirik. Mən də daha çox n yazacağam, amma siz kitablarda da bunu n kimi görəcəksiniz. Ona görə özünüzü buna alışdırın. Deməli, bəs biz deyirik ki, ən kiçik 1-dir. Bəs bu 0, mənfi ədədlər. Mənfi ədədlər 1-dən də kiçikdir, 0-dan da kiçikdir. Düzdür? 1-dən də kiçik 0 var, sonra yenə mənfi ədədlər. Biz bunlara niyə natural demirik? Çünki sayanda istifadə etmirik. Mən başlayanda 0, 1, 2, 3 başlamıram ki, ya da mən mənfi 1, mənfi 2 qələmim var demirəm. 1, 2, 3, 4 qələmim var deyirəm. Qələmim yoxdursa da kim deyir 0 dənə qələmim var? Yoxdur deyirik. Yəni 0-ı bir say vahidi olaraq qəbul etmirik. Nəyisə sayanda 0-dan istifadə etmirik. Ona görə 0 natural deyil. Bunu da biz deyək. 0 natural deyil. 0 nədir? Natural deyil. Başqa nələr natural deyil dedik? Mənfi ədədlər. Bir də kəsrlər. 4-də 3, məsələn 4,7 və s. Bunlar da natural deyil. İndi gəlin rəqəm və ədəd anlayışına baxaq. Ədəd hansılardır? Rəqəmlər hansılardır? Rəqəmlər 0-dan başlayır, 9-da bitir. 0-da başlayır, 9-da bitir. Ədədlər hansılardır? 10-da başlayır, sonsuz sayda ədəd var. Sonsuzluğa qədər, yəni davam edir. Neçə rəqəmim var? 10 dənə. Ədədlər ondan böyük olanlar. Amma bəzən ədəd deyəndə həm də rəqəmləri biz nəzərdə tuturuq. Yəni mən məsələn desəm ki, A-nı ödəyən, məsələn bir məsələdir, dedim A-nı ödəyən ədədləri yaz. Mən də görürəm ki, A-nı 2 də ödəyir, 4 də ödəyir, 12 də ödəyir. Mən bunları da cavab olaraq götürürəm. Amma sualda mənə desək ki, A-nı ödəyən rəqəmləri tap, rəqəmləri. Mən də tapdım ki, A-nı 9, 10, 11 ödəyir. Rəqəm dediyi üçün bunları götürmürəm. Yalnız 9-u götürürəm. Aydındırmı? Məncə aydındır. Gəlin indi cüt ədəd, tək ədədə keçək. Təbii ki, bilirsiniz də, cüt ədədlər sonu 0, 2, 4, 6, 8 ilə bitənlərdir. Tək ədədlər də 1, 3, 5, 7, 9 ilə bitənlərdir. Bir də biz nəyi deyək? Deməli, cüt ədədləri ümumi şəkildə 2n göstərirlər. Tək ədədləri ümumi şəkildə ya 2n çıx 1, ya da 2n üstə gəl 1 kimi göstərirlər. Niyə belədir? Yerinə tək ədəd qoyun. Yenə də cüt alınır. Cüt ədəd qoyanda da yenə də cüt alınacaq. Burada da eyni qaydada həmişə tək alınır. Yəni, ümumi şəkildə göstərilməsi budur. Mənə bir neçə dənə cüt ədəd lazım olarsa, cüt ədədlər neçə artır? 2, 2. O zaman mən bunun üzərinə 2 gəlirəm. Üçüncü də lazımdırsa, bir də 2 gəlirəm. Belə 2, 2 gələ gedirəm. Tapıram o birisilərdə. İndi gəlin mən bunu silim və biz keçək ədədin mərtəbə toplananlarının cəmi şəklində göstərilməsinə. Deməli, məsələn, mən deyirəm ki, gəlin 895-i mərtəbə toplananlarının cəmi şəklində göstərim. Nə yazıram? 100 vurulsun 8, üstə gəl. 10 vurulsun 9, üstə gəl 5. Bunu niyə belə yazıram? 8 harda dayanıb? Yüzlükdə.
9 harda dayanır? Onluqda. 5 harda dayanır? Təklikdə. Təklik, onluq, yüzlük. Yəni 8-i 100-ə vururam, 9-u 10-a vururam, 5-i də 1-ə vururam. Vurduğum zaman özü eləyir. Ona görə 5 olaraq qalır. İndi burada A, B, S olarsa nə olacaq? İndi 8-in yerində A-dır. Ona görə 100A. 9-un yerində B-dir. Ona görə 10B. Burada da S-dir deyə S. Biz ən çox bu şəkildə istifadə edəcəyik. X, Y. Bunu da 10x üstəgəl y kimi yazıram. Təklikdədir, onluqdadır. Və bir də nəyə fikir verək? Baxın, mən burada birinci yerdə dayananın yerinə həmişə 1-dən 9-a qədər olan natural ədədləri yaza bilirəm. Aydındır? Sonrakıların yerinə 0-dan 9-a qədər olan natural ədədləri yaza bilirəm. Eyni qayda da burada da. X-in yerinə 1-dən 9-a qədər, Y-in yerinə amma 0-dan 9-a qədər. Yaxşı, bəs niyə 9-dan böyük qiymət verə bilmirəm? Çünki gəlin 9-dan böyük qiymət verək. Baxın, A bərabərdir 9-a, B bərabərdir 25-ə. Yerinə yazaq. Harada yazaq? Gəl AB ədədində yazaq. AB ədədində A-nı yazdım 9, B-ni yazdım 25. Neçə rəqəmli oldu? 3 rəqəmli. Bəs burada neçə dənə hərf var? 2 dənə. Yəni təklik, onluq 2 rəqəmlidir. Deməli, bu səhvdir. Ola bilməz axı 2 rəqəmli ədəd 3 rəqəmli ədədə necə bərabər olsun? Olmur. Ona görə də bu səhvdir. Yəni mən B-yə 9-dan böyük qiymət verə bilmirəm. Bura niyə 0 yaza bilmirəm? Mənim 0,5 deyə ya da 0,7 deyə bir ədədim yoxdur. Ona görə birinci yerə də biz həmişə 0 yaza bilmirik. Bu mövzuda aydındırsa bu bölmə, yəni keçək indi qalıqlı bölmə, bir də bölünmə əlamətinə. Deməli, qalıqlı bölmədə mənim diqqət etməli olduğum cəmi bir dənə məqam var. O bir dənə məqamı sizə deyim, sonra keçək bölünmə əlamətinə. Bu bir dənə məqam nədən ibarətdir? A bölünsün X. Bu A nədir burada? Bölünən. Bölünən. X nədir burada? Bölən. Və deyək burada bir natamam qismət alınıbdır. Bir də buradan mötərizənin içində yazaq ya da qalıq alınıbdır. Deməli, biz deyirik ki, həmişə bölən, yəni X böyük olmalıdır nədən? Qalıqdan. Belə də yaza bilərdim, fərqi yoxdur. Bölən həmişə böyük olmalıdır qalıqdan. Bax, bizim işləyəcəyimiz misalların qalıqlı bölməyə aid. Hamısı buna dayanır. İndi çətin tipli misalları deyirəm, təbii ki. Hamısı buna dayanır. Ona görə bunu əzbər şəkildə bütün şagirdlər bilməlidir. İndi gəlin keçək bölünmə əlamətinə. Aha, başlayaq birinci 2-dən. Hansı ədədlər 2-yə bölünür? Fikirləşirəm. 2 bölünür, 4 bölünür, 6 bölünür, 8 bölünür, 10 bölünür, 12 bölünür və bunların hamısı nədir? Cütdür. Deməli, bütün cüt ədədlər hamısı 2-yə bölünəcək. Bəs, yaxşı, 3-ə hansı ədədlər bölünəcək? İndi bunun cavabını mən deyəcəm, amma onu deməmişdən öncə, indi 2-ni biz düşündük ki, 4 bölünür, 6 bölünür, 8 bölünür. Davam elədik, hə, cüt ədədlər bölünür, tapdıq bunu. 3-ə bölünmə əlamətinin isbatı, 4-ə bölünmə əlamətinin isbatı, yəni bütün bölünmə əlamətlərinin isbatını da növbəti bir video kimi mən yerləşdirəcəm ki, bölünmə əlamətlərinin isbatı. Və siz həmin videodan rahatlıqla öz gözlərinizlə görə bilərsiniz ki, əlamətlər niyə belədir. Gəlin indi baxaq 3-ə bölünmə əlamətinə. 3. 3-də mən nə deyirəm? Rəqəmləri cəmi. Rəqəmləri cəmi 3-ə bölünürsə, ədəd 3-ə bölünəcək. Bu nə deməkdir? Aha, bunun rəqəmləri cəmi neçə eləyir? 10, bu da 13, 23. 23 3-ə bölünürmü? 7 qalıq 2. Bölünür, amma qalıqlı bölünür. Deməli, mən bu ədədi, yəni 7691 ədədini götürüb 3-ə bölsəm, burada nəsə bir ıvır-zıvır
natamam qismət alındı. Bunu boş verək. Bizə qalıq lazımdır. Qalıq da 2 olacaq. Yəni əlamətdən aldığım qalıqla ədədi böləndə aldığım qalıq nədir? Bir-birinə bərabərdir. Məsələn, burada deyək ki, başda da bir dənə 1 var. O zaman cəm olur 24. 24-ü də böləndə neçə eləyir? 8. Deməli, bu ədədi 3-ə böləndə qalığımız qalacaq nə? 0. Gəlin bunu silim, keçək 4-ə bölünmə əlamətinə. Dördə bölünmə əlaməti də son 2 rəqəmi sonu. Deyək ki, burada AB ədədidir, 0, 0 gəldi. Bax, sonunda 2 dənə 0 varsa, nə olacaq? 4-ə tam bölünəcək. Bir də son 2 rəqəminin əmələ gətirdiyi ədəd. Son 2 rəqəminin əmələ gətirdiyi ədəd. Burada nə olacaq? CD. Yəni, bax, bu CD ədədi 4-ə tam bölünürsə, yəni qalıq qalmırsa, onda bu ədədin özünü də 4-ə böləndə qalıq qalmayacaq. Yox, əgər böləndə bu CD-ni qalıq məsələn qaldı 2, onda bu ədədi də 4-ə böləndə qalıq 2 qalacaq. Yenə də burada bölünmə əlamətindən alınan qalıqla ədədi böləndə alınan qalıq eynidir. Bu, bütün bölünmə əlamətləri üçün keçərlidir. İndi gəlin 5-ə bölünmə əlamətinə baxaq. Bunu yəqin ki, hamı bilir. Sonunda 0 varsa və sonunda 5 varsa nə olacaq? 5-ə tam bölünəcək. 6-nın öz şəxsi bölünmə əlaməti yoxdur. 8-in var amma. 8-də nədir? Bilirsinizmi 8-i? Sonunda 3-0 olarsa. Bir də bu deyək SBA-dır. Bax, buradan son 3 rəqəminin əmələ gətirdiyi ədəd. SBA. Bax, bu 8-ə böləndə burada nəsə bir ıvır-zıvır qalıq 0 alındısa, deyirəm 8-ə tam bölünür. Yenə də bu əlamətdən alınan qalıq məsələsi 8 üçün də keçərlidir. 9-a bölünmə əlaməti nədir? Bilirsinizmi? Məncə bilirsiniz. 9-a bölünmə əlaməti rəqəmləri cəmi 9-a bölünərsə, ədəd 9-a bölünür. Bunu da yenə gəlin göstərək. Məsələn, bu ədəd 9-a bölünür. Baxıram, 6 ilə 4, 10, 5 ilə bu 14, bu da 3. Elədi 27 rəqəmləri cəmi. 9-a bölünürmü? Bölünür. Eləyir 3. Deməli, bu ədəddə 9-a tam bölünəcək və qalığı nə olacaq? 0. Amma deyək ki, burada məsələn 1, 2 olsa, olacaq 29. 29-u 9-a böləndə 3, qalıq olacaq 2. Yəni, mən bu ədəddə 9-a böləndə qalıqda 2 almış oluram. Aydındırmı? Aydındır, eşitdim, hamı aydındır deyir. Gəlin, indi bayaq dedik ki, 6-nın öz bölünmə əlaməti yoxdur, ondan danışaq. Bir də başqa məsələn ədədlər verərsə mənə, burada dediklərimdən fərqli, onların bölünmə əlamətini necə taparıq, bunun haqqında danışaq. Məsələn, elə başlayaq elə 6-dan. Eləni çox dedim, hə? 6. Mən baxıram, buradakılardan hansının hasili mənə 6-nı verir? 2 və 3. Onda deyirəm ki, həm 2-yə, həm də 3-ə bölünən ədədlər, yəni eyni zamanda 2-yə və 3-ə bölünürsə, onda bu ədəd də 6-ya bölünür. Aydındır? Əgər, məsələn, 3-ə bölünür, 2-yə bölünmürsə, onda 6-ya bölünməyəcək. Ya da 2-yə bölünür, 3-ə bölünmürsə, onda 6-ya bölünməyəcək. Bu ikisinə də bölünməlidir mütləq şəkildə ki, 6-ya da bölə bilim onu. Sonra nə deyək? Məsələn, deyək ki, 12. Aha. Hansı 2 ədədin hasili kimi göstərim ki, 12-ni? Onun öz şəxsi əlaməti olsun. Kimsə 6 ilə 2 dedi. Kim onu dedi? 6 ilə 2 olmaz. Niyə? Dedim, öz şəxsi əlaməti olsun. 6-nın öz şəxsi əlaməti yoxdur axı. 2 ilə 3-dən kömək alır o. Baxıram, bura öz şəxsi əlaməti olanlar buradadır. 3 və 4. Deyirəm ki, həm 3-ə, həm 4-ə bölünən ədədlər
nə edəcək? 12-yə də bölünəcək. Məsələn 15. Hansı ədədlər 15-ə bölünəcək? Həm 3-ə, həm də 5-ə bölünən ədədlər 15-ə bölünəcək. Bunların hamısını sizə əzbər şəkildə demək istəmirəm. Yenə də əzbərləmək istəyənlər qayda kitablarında var. Əzbərləyə bilərlər. Amma əzbərləməsəz daha yaxşıdır ki, imtahanda fərqli-fərqli ədədlər görəndə hardan alındığını biləsiz. Hardan alındığını biləsiz ki, yəni ola bilər ki, siz onu qayda kimi əzbərləməmisiniz. Özünüz tapa biləsiniz onu. Deməli, bu da bu qədər. Keçək indi nəyə? Bir qısa, sadə və mürəkkəb ədədləri də deyək. Əbobəkov və qarşılıqlı sadə ədədlər qalsın gələn videomuz. Sadə ədədlər nədir? Sadə ədədlər birə və özünə bölünən ədədlərdir. Bəzi mənbələrdə yazılıb vahidə və özünə bölünən ədədlər. Burada vahid 1 deməkdir. Adam adı deyil. Vahid 1 deməkdir. Bunu yadınızda saxlayaq. Yəni, məsələn, 2, 3, 4. 4 olarmı? Olmaz. 5. 4 niyə olmaz? 4 mürəkkəbdir. 4 1-ə bölünür. Özünə bölünür. 2-yə bölünür. 2-dən artıq böləni varsa, olur nə? Mürəkkəb ədəd. Burada fərqli nümunələr göstərə bilərik. 15. Gəlin 15-i sadə vurğularına ayıraq. 3-ə böldük 5, 5-i 5-ə böldük 1. Bəs mən 15-i belə sadə vurğularına ayıra bilərəm. 5-ə böldüm 3, 3-ə böldüm 1. Ayıraram da, niyə ayırmayım ki? Tərkibi eynidir. 3 bunda da var, bunda da var. 5 bunda da var, bunda da var. Ona görə mən istəyərəm birinci 5-ə bölərəm, birinci 3-ə bölərəm. Fərqi yoxdur. Gəlin birini də deyək, məsələn 60. Mən istəyərəm birinci 60-ı 5-ə bölərəm. Eləyər 12. Sonra 2-yə bölərəm, eləyər 6. Sonra 3-ə bölərəm, eləyər 2. 2-yə də bölərəm, eləyər 1. Belə də eləyə bilərəm. 60 bölünsün 3, 20. Bölünsün 2, 10. Bölünsün 2, 5. Bölünsün 5, 1. Fərqi yoxdur. 2-yə bölüb də yaza bilərəm birinci. 2-yə böldüm 30. 2-yə böldüm 15. 3-ə böldüm 5. 5 də 5-ə böldüm 1. Hər birinin tərkibində bir dənə 3 var. Var. Bir dənə 5 var. O da var. 2 dənə də 2 var. Hamısında var. Tərkib dəyişmir ki, dəyişmir. Ona görə necə istəyirsinizsə, sadə vurğularına ayıra bilərsiniz. Və gəlin bir də ədədin sadə ədəd olduğunu necə tapırıq, ona baxaq. Məsələn, deyir ki, 119 ədədi sadədir yoxsa mürəkkəbdir? Birinci belə baxanda deyirəm, 2-yə bölünmür, rəqəmləri cəmi 11, 3-ə də bölünmür, 5-ə də bölünmür. Nə bilim, yəqin sadə olar da, amma mən necə tapıram bunu? Fikirləşirəm ki, 119-dan kiçik hansı ədəd tam kvadratdır? Tam kvadrat. Tam kvadrat nədir? Məsələn, baxın, 5-in kvadratı 5 vur 5, 25. Bax, bu ədəd tam kvadrat ədədidir. Mən də 119-dan kiçik tam kvadrat axtarıram. O da 100-dür. Düzdür? 100 nəyin kvadratıdır? 10-un kvadratı. 10. Və mən baxıram. 119 10-dan balaca sadə ədədlərə bölünürmü? 10-dan balaca sadə ədəd. 2, 3, 5, 7. Bax, bunlardan birinə bölünsə 119. Deyirəm ki, mürəkkəbdir. Bölünməsə deyəcəm ki, sadədir. 2-yə bölünmür, 3-ə bölünmür, 5-ə bölünmür. Gəlin 7-yə bölün. 119-u bölürəm 7-yə. Bir dəfə çıxdım 7-ni. 49. Bunun da içində neçə dəfədir? 7 dəfə. Deməli, tam bölündü. O zaman bu nədir? Mürəkkəb ədəddir. Bu videomuz bura qədər. Növbəti videomuzda dediyim kimi Əbobəkova baxacağıq və qarşılıqlı sadə ədədlərə baxacağıq. Növbəti videoda görüşərik.